videoda WhatsApp toplu mesaj və CRM proqramı necə işləyir bu haqda ətraflı məlumat verəcəm. İlk öncə gəlin proqram təminatımızı açaq. Burada mesajlar, kontaktlar, schedule, yəni əvvəlcədən təyin olmuş kampaniyalar, CRM hissəsi, yəni müştəri idarə etmə sistemi, bu haqda ətraflı məlumat verəcəm və ayarlar hissəmiz var. Öncə gəlin başlayaq mesajlaşma hissəsindən. Burada akkauntumuzu əlavə edirik. Yəni hansı nömrədən biz mesajları göndərəcəyik. Buraya akkauntun adını yazaq. Heç bir fərqi yoxdur nə yazacağınızın. Və burada connect düyməsini tıklayaraq bizə iki option verir. QR kod və pairing kod. Pairing kod odur ki, əgər telefon sizdən uzaqdadırsa, bu halda nömrəni buraya yazaraq 8 rəqəmli kodu bura daxil edirsiniz və qoşulur. Digər halda isə QR kod ən rahatıdır. İndi isə WhatsApp-dan əlaqələndirilmiş cihazlar hissəsinə keçid edirik və buradan bu QR kodu skan edirik. Bir qədər gözləyək və beləliklə bizim akkauntumuz proqrama qoşuldu. Burada bizim templatelərimiz, kontaktlarımız olacaq. Birazdan düzəldəcəyik. Amma ilk öncə kontaktlar hissəsinə gedərək burada refresh-i tıklamaq istəyirəm. Bu nömrə hansı qrupda varsa həmin qrupların siyahısı çıxarılır və onların oradakı həmin qrupdakı nömrələrin biz Excel fayla yükləyə bilirik. Bu şəkildə gəlir. Daha sonra personal hissəyə gəlirik və burada 4304 kontaktımız var. Burada da select all edərək Excel-ə export edə bilərik yenidən. Və daha sonra bu nömrələrə təkliflərimizi göndərə bilərik. Qayıdaq mesajlaşma hissəsinə. Burada biz şablon yaradırıq. Tutalım ki, burada test şablonu yaradaq. Salam. Və buraya name, bunu da əlavə etmək istəyirəm. Hər kəs istifadə etməli deyil. Sadəcə o funksiyonallığı göstərmək üçün mən istifadə edəcəm və göstərəcəm ki, necə işləyir. Və bunu yaradırıq. Eyni zamanda onu da qeyd edim ki, buraya da şəkil və yaxud da ki, başqa tekst əlavə edə bilərik. Buradan browse files eləyirəm. Əvvəlcədən yaratdığım test kontaktlarımı bura qeyd edirəm. Burada name yazılıb. Bizim Excel faylımızda buraya name yazmışam bu şəkildə. N böyük hərflə, qalanları kiçik hərflə. Tamam mı? Və mən buraya da eyni şəkildə 2 dənə mötərizənin daxilində name yazdığım halda burada nə yazılıbsa gəlib bura düşür. Misal üçün salam Sənan bu sadəcə testdir. Salam Kənan bu sadəcə testdir. Salam misal üçün Aysel bu sadəcə testdir. Yəni fərqləşmiş mesajlar üçün bu önəmlidir. Daha sonra template'imi seçirəm. Birdən artıq da template seçə bilərəm burada. Tutalım ki, bunu da seçirəm. Və o böləcək 8 kontaktın arasında 4-ünə mesajı, 4-ünə isə digər mesajı göndərəcək. Gəlin indi baxaq. Hardasa 1 dəqiqə çəkəcək, 8 nəfər qəbul edəcək və 2 dənə template'imiz var. Burada da ayarlar hissəmiz var. Göndərdikdən sonra 4 saniyə, 8 saniyə arası gözlə. 10 dənə mesajı göndərdikdən sonra 10 saniyə və yaxud da ki 20 saniyə gözlə və biz bunları da dəyişə bilirik. Gəlin indi göndərək. Aha, buraya gəlsək artıq 4'ü göndərilib. 5 nəfərin, yəni buradakıların hamısı CRM-də var. Eyni nömrəyi yazmışam mən onsuz da. Yəni yeni bir nömrə gəlsəydi buraya, onu CRM-ə gedib əlavə edəcəkdi bu hissəyə.
Siz misal üçün 100 nəfərə göndərmisinizsə və o 100 nəfərin heç biri sizin buradakı CRM-inizdə yoxdursa, yəni müştəri siyahınızda, o onu özü avtomatik qeyd edir. Daha sonra siz onlardan cavab aldıqca gəlib onların burada adını dəyişə bilirsiniz. Hər hansı məhsul alıbsa, onun ödənişini buraya əlavə edirsiniz və bu hissəni də göstərəcəm sizə. Əla. Bundan əlavə tutalım ki, siz gəlin bir də burada sizə göstərmək istəyirəm. Görürsünüz, bunu belə özümə göndərdim. Yəni öz nömrəmə bunu belə göndərdim. 4 dənə belə, 4 dənə belə. İndi gəlin qayıdaq bu tərəfə. Bu dəfə mən nə edəcəm? Testi seçirəm və schedule campaign edirəm. Burada test yazıram. 20.55 20.57-də 58-də göndərsin. Və bu buraya düşəcək. 8 nəfərə göndərəcək, bir dənə template seçilib və bu vaxtı başlayacaq. Bunun işlənməsi üçün həm telefon nömrəsi connected olmalıdır, yəni əlaqələndirilmiş vəziyyətdə olmalıdır və kompüterdə açıq olmalıdır, proqramda açıq olmalıdır. İndi isə gəlin keçək CRM hissəmizə. Burada deməli bizim müştərilərimizin siyahısı var. Biz toplu mesaj göndərdikcə onlar bura gəlib avtomatik düşür və yaxud da ki biz özümüz burada yarada bilirik. Mən misal üçün burada hər hansı bir nömrə yazıram və əlavə edirəm. Tamam mı? Və burada mənim məhsullarım var. Siyahısını düzmüşəm. Mən sadəcə bura test kimi əlavə etmişəm. Tutalım ki, bura yazım checkup Pro 199 AZN. Düzdürmü? Ödənişlər hissəsinə gəlirəm. Burada müştərinin hər hansısa birini seçirəm. Tutalım ki, bunu seçdik, məhsulu seçdik. Burada da 25 AZN endirim etmişəm və bu üç ödəniş üsulundan birini edirəm. Əlavə etdim. Ümumi gəlirim bu qədərdir, ümumi ödənişim bu qədərdir, aktiv müştərilər bu qədərdir, ümumi müştərilər bu qədərdir. Və bundan əlavə də burada potensial müştəri konsultasiya olunub və yaxud da ki müştəri və yaxud da ki söz verib və yaxud da ki cavab vermədi. Bu belə deyək, kateqoriyalara ayırırıq və biz bilirik ki məsələn bir həftə ərzində bizim 185 dənə müştərimiz, yəni çatdığımız adam neçəsi konsultasiya olunub, neçəsi cavab verməyib, neçəsi söz verib, neçəsi artıq müştəridir və neçəsi itirilmiş müştəridir. Bunu da bura qeyd edək. Və daha sonra siz bunu yükləyib yenidən onlara mesajlar göndərə bilərsiniz. Ümumi olaraq proqramın gedişatı budur. Kontaktları götürürsünüz, onlara təkliflərinizi göndərirsiniz bu şəkildə və daha sonra buradan onların idarə edirsiniz ki, kim hardadır, nə edir, kim nəyə ödəniş edib, hansı məhsullar var və biz hər ay demək olar ki, bu proqramı yeniləyəcəyik, yeni funksiyalallıqlar gətirəcəyik ehtiyaca uyğun olaraq. Təşəkkürlər.